Koronaranqrafiya mövzusuna toxunmaq istəyirəm. Koronaranqrafiya bir invaziv bir prosedurdur, invaziv bir müayinədir. İnvaziv nə deməkdir? Yəni damar daxilindən ürəyə qədər kateter yeridilir. Kateter bir plastik bir qurğudur, bir də belə deyə iç diametri çox nazik olan 2 mm iç diametri olan bir plastik borudur. Bəli. Bu boru düz ürəyə qidalandıran dərmanlara qədər yeridilir. Yeritmə nöqtəsi qolda ola bilər, radial arteriya, ayaq qasıq arteriyasında da yeritmə olur. Əsas bu müayinəyə, diaqnostik müayinəyə göstərişlər nədir? Əgər stenokardiya, yəni ürəkdə ağrı, döş qəfəsində tipik göynədici ağrılar, sol tərəfə vuran sol qolaz, kürəyin sol tərəfinə, qolun sol tərəfi və boğazda tərəf, hətta sol çənəyə də vura bilən ağrılardır. Bu ağrılar həm sakit vəziyyətdə ola bilər, daha ağır vəziyyətlərdə, həm də fiziki gərginlik zamanı, fiziki yük zamanı, məsəl üçün xəstə deyə bilər ki, yol gedəndə, yoxuş qalxanda bu ağrılar başlayır. Tipik fiziki yük bitəndə, yəni bu ağrılarda nisbətən yavaş-yavaş keçir. Əgər bu ağrılar keçməsə, 15 dəqiqə ərzində davam eləsə, bu artıq kəskin miokard infarktının göstəricisidir. Bundan əlavə koronaranqrafiya göstərişlər yanaşı xəstəlik klapanında ciddi problemlər varsa, eyni zaman klapanlar və ürək damarlar dəyişməlidirsə, onda bu müayinə keçirilir. Qəflətli ürək ölümlərdə troponin dediyimiz qan analizdə ürəkdə zədələnmə varsa, onda baxılır. Ürəyin gücü exo müayinəsində hər hansı bir səbəbə görə, müəyyən olmayan səbəbə görə düşübsə, onda da biz koronaranqrafiya tövsiyə edirik. Buna əlavə sosial göstərişlər ola bilər. Məsəl üçün, böyük təyyarə sürücülər üçün, təyyarə pilotlar üçün onların böyük məsuliyyət daşıdığına görə biz onlar haqqında tam məlumatlı olmalıyıq və onlara tövsiyə edirik. Məsəl üçün, belə xəstələr olub ki, biz anjo eləyib, yəni bunlar qəflətli ürək ölümü keçirə bilər, ya yox, onu yoxlamışıq. Buna və genetik problemlər olan heç bir şikayəti olmasa da, amma bütün ailədə, nəsildə, ya cavan yaşlarda, xüsusən 40-50 yaşlarında qəflət ölümlər keçirən, infarkt keçirən adamlara tövsiyə edirik. Bu diaqnostik prosedurun əlavə hansı ki, əks göstərişlər haqqında danışmaq istəyirəm. Planlı şəkildə olan göstəriş olan xəstələrdə biz diqqət yetiririk ki, bu xəstələrdə ilk növbədə giriş yerləri, damarlar mövcud olsun ki, biz arterial girişdən bunu edə bilək. Yəni, sonrasında biz ümumi qan analizdən kreatinini, börək funksiyasını yoxlayırıq. Börək funksiyası zəifdirsə, biz bu haqda məlumatlandırırıq. Yəni, bu dərman kontrast maddə börəkdən təmizlənənə görə börək funksiyasını zədələyə bilər. Həmçinin qan azlığı, çox ciddi qan azlığı ürək tipli ağrılar verə biləcəyinə görə və anjo zamanı allergik reaksiya, qan itirmə kimi bəzi ağırlaşmalar olduğuna görə biz bu əməliyyatdan qabaq bu planlı diaqnostikanın əvvəl bunlara diqqət yetiririk. Anjo nəticəsi olaraq stent ya açıq ürək əməliyyatı ya da dərman müalicəsi 3 dənə qərar verir bilər.